Tbilisidə Gürcüstanda etnik müxtəliflik, tarix və müsair baxış mövzusunda tematik görüş keçirilib. Tədbir 22 yanvarda Holiday Inn otelində baş tutub və etnik qruplar arası münasibətlərlə, həmçinin vətəndaş inteqrasiyası məsələlərinə həsr olunub. Görüşdə Tbilisi Dövlət Universitetinin Gürcü tələbələri, eləcə də 4+1 proqramı çərçivəsində təhsil alan erməni, Azərbaycanlı və digər etnik qrupların nümayəndələri iştirak ediblər. İştirakçılar etnik azlıqların tarixi, mədəniyyəti, ənənələri və müsair həyatı barədə təqdimatlar ediblər. Tədbir Gənclər Agentliyinin dəstəyi ilə həyata keçirilən və etnik azlıqlardan olan gənclərin vətəndaş inteqrasiyasının və təhsil səviyyəsinin yüksəldilməsini hədəfləyən Yeni Nəsil Tərəqqi üçün adlı qeyri-hökumət təşkilatının layihəsi çərçivəsində keçirilib. Yeni Nəsil Tərəqqi üçün təşkilatı Gürcüstan Gənclər Agentliyinin dəstəyi ilə tələbələr arasında etniklər arası münasibətlərin və vətəndaş inteqrasiyasının inkişafına yönəlmiş layihə həyata keçirir. Bugünkü görüş Gürcüstandakı etnik müxtəlifliyə diqqət çəkir və müxtəlif etnik qruplara öz tarixlərini, ənənələrini və mədəniyyətlərini gənclərə təqdim etmə imkanı yaradır. Bugünkü görüş Gürcüstanda yaşayan etnik azlıqlara həsr olunub. Bu cür görüşlərin keçirilməsi həm Gürcülər, həm də Gürcüstanda yaşayan digər azlıqlar üçün çox vacibdir. Bu bizə daha sıx əlaqə qurmaqda, qarşılıqlı anlaşmada və bir-birimizi daha yaxından tanımaqda kömək edir. Bugün Gürcüstanda etnik müxtəliflik mövzusunda tematik görüşümüz var. Bildiyimiz kimi etnik müxtəliflik Gürcüstanın tarixi reallığıdır. Bugün burada Gürcülərlə yanaşı etnik azlıqların nümayəndələri də iştirak edir və biz öz millətimiz haqqında məruzələrlə çıxış edəcəyik.